İran Azərbaycanla normal qonşuluq münasibətləri qurmaq istəyirmi? Biz heç zaman başqa bir dövlətin İrana qarşı istifadəsinə imkan verə bilmərik. Bu bizim maraqlara da ziddir. Bu açıqlamaları deyil. Amma əhəmiyyət vermirlər İranda. Əhəmiyyət vermirlər və bizə qarşı təxribatlarını da davam edir. Bax, Prezident İlham Əliyev iyunun 27-sində İranın Azərbaycana təyin olunan yeni səfirini görüşdü və onun etimadnaməsini qəbul etdi. Orada İlham Əliyev açıq dedi. Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayələrə əsaslanan məlumatlar yayırlar. Belə prezidentimizin o nəzərdə tutduğu həmin o bəzi dairələr İran hakimiyyətinin içindədir. Çünki həmin gün Azərbaycan prezidenti bu sözlərindən bir neçə saat sonra İran Ermənistandakı səfiri Mehdi Subhani belə bir açıqlama verir ki, güya yenə də eyni nağılları danışır. İsrail Azərbaycan ərazisindən istifadə edib, İsrail dronları Azərbaycandan havaya qalxıb İran ərazisinə keçirilib. Halbuki həmin o İranın yeni səfiri ilə prezidentimizlə görüşdə demişdi ki, İran tərəfi tam əmindir ki, Azərbaycan ərazisinə İrana qarşı istifadə olunmayıb, oluna da bilməz. Azərbaycan dövləti buna imkan verə bilməz. Yaxşı. Sizin Azərbaycandakı səfiriniz belə deyir. Ermənistandakı səfiriniz təmiz fərqli bir fikir söylür. Demək, siz Azərbaycandan hələ də əmin deyilsiniz. Ya beləliklə bu İsrail və Amerika ki, müharibədə böyük itkilər verdi, İrana böyük itkilər verdilər. Amma yenə də İranlar, İsrail və Amerikanın deyil, qonşu dövlətlər o cümlədən Azərbaycana hədəf seçiblər və Ermənistandakı səfirləri İranın ilk dəfə deyil ki, Azərbaycan əleyhinə belə bir təxribatçı fikirlər səslənir. Doğrudur. İran prezidenti möhtədil bir siyasətçidir. Azərbaycanda da olub, tez-tez Azərbaycan prezidentinə telefonla danışır. Amma əgər İranın prezidenti Məsud Pezeşkiyan və onun komandasının üzvü olan Xarici İşlər naziri Abbas Araqçı İrəvandakı səfirin ağzının üstündən vurmurlarsa, mənim fikrimcə deməli onlar da həmin o səfir kimi düşünürlər.